makyaj olacaq, həmişəki kimi sadə. Siz mastersiniz də, yəni ki, mən ancaq saçımı, üzümü sizə güvənə bilərəm. Sağ olun, Nərmin xanım. İndi eləyirik ufaqda. Forması eləyirik. Make-up necə istəyirsiniz? Make-up biraz sadə istəyirəm. Bir də biraz nude tonları istəyirəm də belə. Yaxşı. Qoy nərməndirə birinci üzünüzü. Şuna biraz qulu belə. Tətbiqi var. Çox nərməni və yumuşaq. Yaxşı. Retinol eləyirəm üzümə. Əslində mən də eləyirəm. Retinol deyiləm. Onu pitaçinin kreminin içinə qatıram və axşamlar üzümə tətbiq eləyirəm. Elə də sınıram. Saçdan başlayıram. Nərmin xanım, nə vaxtdandır siz Tamela xanımı tanıyırsınız? Mən 15 yaşımdan gəlirəm bura. Belə çıxır 21 ildir uşaq. 21 il. Maşallah. Gəlirəm. Sadiq müştərisiz. İşini bilən adamın yanına gəlmək lazımdır. Bəli. Tamela xanım da işin peşəkarıdır da. Görür. Əli qolu var olsun. Allah ona can sağlığı versin əsas. Amin. Bizim üstümüzdən əski eləməsin. Çolkasını kəpənək forması edəcəm. Sonra da makyaj edəcəm. Fresh bir makyaj olacaq. Saç nə edirsiniz? Saç düzləşdir. Yaxşı olur. Yumuşaq. Ne bakar birinci sən? Ben platya da просто вырезы belə çox açıqdır. Bir də arxası da vurdu var. Amma belə sadə Boyun səsi necədir? açıqdır. Açıqdır. Bir üstün qalxınca qalxın. Yaxşı səsi sakitləşdirir adamı. Ben burada qalmaz. Yapmaq istəyirəm. Mən yaxşı çay içdim. Şöyle düşmüş yapmış. Düşün. Var. Çekirsen. Aslan basıyorsun. Bu da son make-up'ımız və saçımız. Kəpənək çolkası elədim xanıma və makyajı Smoky Eyes.
Nermin xanım necəydi? Möhtəşəm. Bəyəndinizmi? Əlbəttə ki, ancaq sizə güvənə bilərik. Hər şey çox gözəl. Çox sağ olun. Belə. Bir tərəfindən